Bəzi məktəblərdə geyim formalarının rənginin yenilənəcəyi ilə bağlı valideynlərə xəbərdarlıq edilib. Onlar keçən il aldıqları formanın artıq bu il istifadə olunmayacağına görə narahatlıq keçirirlər. Xüsusilə ibtidai sinifdə oxuyan şagirdlərin valideynləri hazırki formaların hələ də istifadə üçün yararlı olduğunu deyərək, bu dəyişikliyin əlavə maliyyə yükü yaradacağından gileyləniblər. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən bu barədə hər hansı qərar verilmədiyini diqqətə çatdırıblar. Məlum olduğu kimi məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən təsdiq olunur və normativ hüquqi bazaya əsaslanır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarlarına əsasən məktəbli formaları ilə bağlı vahid tələblər və standartlar mövcuddur. Bu formalar ölkə üzrə müəyyən edilmiş model və rəng çalarları daxilində seçilir. Bəzi hallarda məktəb rəhbərləri və ya valideyn komitələri nizam-intizamı artırmaq, bir örnəklik yaratmaq kimi səbəblərlə forma ilə bağlı əlavə tələbləri irəli sürə bilər. Ancaq bu dəyişiklik yalnız valideynlərin razılığı və Təhsil Nazirliyinin tövsiyələri əsasında həyata keçirilə bilər. Məcburi xarakter daşıya bilməz. Bəs belə olduğu halda məktəb öz başına qərar vermək səlahiyyətini özündə necə tapır? Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli bizim mediaya açıqlamasında əlavə edib ki, məktəb bu məsələdə birmənalı şəkildə qərar verə bilməz. Səbəb isə sözügedən qaydalar, normativ hüquqi baza və müvafiq sənədlərlə müəyyən edilir. Elm və Təhsil Nazirliyi məktəblilər üçün geyim formalarını bir neçə variant üzrə təsdiq edib. Valideynlərin razılığı nəzərə alınmaqla şagirdlər bu formalar arasından seçim edə bilərlər. Ancaq burada vacib məqam ondan ibarətdir ki, normativ aktlarda hər hansı dəyişiklik yalnız Elm və Təhsil Nazirliyinin təsdiqi və valideyn komitələrinin birgə razılığı əsasında həyata keçirilə bilər. Yəni heç kim fərdi şəkildə bu qaydaları pozaraq formaya dəyişiklik edə bilməz, deyə ekspert bildirib.